Həzrət Yusif peyğəmbərdən sonra kim peyğəmbər oldu? Həzrət Şüeyb peyğəmbərə qədər kimlər peyğəmbər olub? Bu gün bu barədə danışacağam. Lakin mövzuya keçməmişdən öncə qeyd edeyim ki, dəstək üçün kanala abunə ola bilərsiniz. Tarixi rəvayətlərə əsasən Həzrət Yusif peyğəmbərin vəfatı yaxınlaşdığı zaman Allah Taala ona vəhy etdi ki, özündən sonra vəsi olaraq qardaşı oğlu Bebers ibn Labini təyin etsin. Həzrət Yusif peyğəmbər də vəhyə əsasən bütün ailəni, yəni Yaqub oğulları və onların ailələrini ki, 80 nəfər idilər, hamısını başına topladı və özündən sonra vəsi olaraq Bebers ibn Labini təyin etdi. Allahın nurunu, hikmətini və keçmiş peyğəmbərlərdən olan mirası ona təslim etdi. Bundan əlavə Yaqub oğullarına öz vəsiyyətində dedi ki, tezliklə Qibtilər, yəni Misirlilər sizə qalib gələcək və sizi işgəncələrə məruz qoyacaqlar. Amma zaman gələcək, qardaşım Labinin soyundan Musa ibn İmran adlı bir nəfər çıxacaq, peyğəmbər olacaq və o sizi yenidən xilas edəcək. Bundan sonra da həmin o keçmiş peyğəmbərlərdən olan mirası hamısını qardaşı oğlu Bebers ibn Labiyə təslim etdi və gözlərini yumdu. Bebers ibn Labi öz salih atalarının yolu ilə gedərək ilahi mesajı insanlara çatdırmağa başladı. Bebers ibn Labi barədə, onun peyğəmbər olması barədə qəti bir şey yoxdur tarix kitablarında, lakin 124 min peyğəmbərin olmasını nəzərə alaraq, həmçinin Bəni İsraildən çıxan peyğəmbərlərin çoxluğunu nəzərə alaraq, Bebersin canişin və vəsi olması, ilahi nuru daşıyıcısı olmasını nəzərə alaraq, onun da peyğəmbər olduğunu ehtimal etmək olar. Odur ki, Bebers peyğəmbərin ölümü yaxınlaşdıqda Allahdan ona vəhy gəlir ki, oğlu Əhrəbi öz yerinə canişin təyin etsin və ona ilahi mirası, yəni Həzrət Yusifin Beberzə etdiyi vəsiyyətləri etsin və keçmiş peyğəmbərlərdən qalan həmin əmanətləri ona təslim etsin. Beləliklə, Bebers peyğəmbər də bu cür edir, öz yerinə canişin olaraq özündən sonra oğlu Əhrəbi təyin edir və dünyasını dəyişir. Əhrəb peyğəmbər insanları hidayət etməyə, Allahın yoluna dəvət etməyə başlayır və onun dediklərini insanlar qəbul edir və itaət etməyə başlayırlar. Zaman gəlir, onun da ölümü yaxınlaşır və Allah ona da vəhy edir ki, özündən sonra oğlu Mitaxı öz yerinə canişin təyin etsin. Beləliklə, o Allahın əmrini yerinə yetirərək oğlu Mitaxı öz yerinə canişin təyin edir, keçmiş peyğəmbərlərdən qalan mirası ona təhvil verir və ilahi hikməti ona öyrədir. Mitax ibn Əhrəb Allahın əmri ilə dini təbliğ etmək vəzifəsini öz üzərinə götürür. Onun zamanında zalimlar möminlərə, insanlara zülm edirdilər və buna görə ona itaət edənlər az idilər və eyni zamanda gizli şəkildə onlar ibadət edirdilər. Gözləyirdilər ki, həmin Yusif peyğəmbərin vəsiyyət etdiyi kimi, dediyi kimi bir gün Musa adlı bir nəfər gəlib onları qurtaracaq. Nəhayət Mitax peyğəmbər də dünyasını dəyişməyə az qalmış, Allahdan ona vəhy gəlir ki, öz yerinə canişin olaraq oğlu Aqı seçsin. Allahın əmri olaraq atasının yerinə seçilən Aq peyğəmbər Allahın əmrlərini yerinə yetirərək ilahi dini insanlar arasında yaymağa çalışır. Onun vaxtında möminlər necə onun salih atalarına itaət edirdilərsə, ona da itaət etməyə başlayırlar. Beləliklə, Aq peyğəmbərin də vəfatı yaxınlaşdıqda Allahın əmri ilə öz yerinə Xəyyam, oğlu Xəyyamı vəsi təyin edir. Xəyyam peyğəmbər də atasından sonra ilahi nuru və ilahi hikməti qorumağı öz üzərinə götürür. Onun dövrünün möminləri gizli şəkildə və qorxu içində ona itaət edirdilər. Nəhayət onun da vəfatı yaxınlaşdıqda Allah ona vəhy edir ki, öz yerinə canişin olaraq ilahi nuru və hikməti oğlu Mağduma vəsiyyət etsin. Xəyyam peyğəmbər beləliklə bu məsələni oğlu Mağduma çatdırır. Mağdum peyğəmbər də atasından sonra ilahi nuru yaymaqla, ilahi hikməti çatdırmaqla mükəlləf olur ki, və o artıq dünyasını dəyişəndə, vəfat edəndə həmin ilahi nuru, Allahın hikmətini Şüeyb peyğəmbərə, bildiyimiz həmin Şüeyb peyğəmbərə, həmin Həzrət Musanın da qaynatası olub, ona verir, ona təhvil verir. Amma məsələ burasındadır ki, Həzrət Şüeyb peyğəmbər həmin Mağdumun oğlu deyildi. Hətta bəzi rəvayətlərdə Həzrət Şüeyb peyğəmbərin Həzrət İbrahim peyğəmbərin oğlu olan İsmail peyğəmbərin soyundan olduğu yazılsa da, bəzi rəvayətlərdə, bəzi kitablarda isə Həzrət Şüeyb peyğəmbərin Həzrət İbrahim peyğəmbərin nə İshaqın, nə də İsmailin soyundan deyil, başqa bir oğlu, Nabətin soyundan olduğu deyilir.
Yəni Həzrəti Şüeyb də Həzrəti İbrahimin soyundan idi, amma nə Həzrəti İsmail peyğəmbərin, nə də Həzrəti İshaq peyğəmbər olan həmin o iki oğlundan deyil, başqa bir oğlundan, yəni Nabətin soyundan idi. Tarixi mənbələri araşdırdıqda Həzrəti Yusif peyğəmbərlə Həzrəti Şüeyb peyğəmbərin arasında olan həmin o vaxtın nə qədər olduğu dəqiq məlum deyil. Bununla belə bəzi alimlər Həzrəti Musanın Həzrəti Yusifdən 400 il sonra peyğəmbərliyə seçildiyini qeyd edirlər. Həmin o zaman kəsiyində, yəni Həzrəti Yusiflə Həzrəti Musa peyğəmbər arasında olan zaman kəsiyində həmin 400-500 ildə nə qədər olubsa, müxtəlif coğrafiyalarda yüzlərlə, bəlkə də minlərlə peyğəmbərlər olublar, eyni zamanda yaşayıb, həmdövr olsalar da müxtəlif coğrafiyalarda peyğəmbərlik ediblər. Onlardan bir çoxunun adları tarixdə keçmir, heç bir mətnlərdə gəlmir. Bəzilərinin isə adı, məsələn, Həzrəti Salih, Həzrəti Hud, Həzrəti Şüeyb kimi peyğəmbərlər isə hətta adları Quranda belə gəlmişdir. Odur ki, Bebəs, Əhrəb, Mitah, Aq, Xəyyam, Mağdum kimi peyğəmbərlər də həmin o dövrdə yaşamışdılar. Və nəhayət soruşsaq ki, bu məlumatlar hardandır? Məsudinin İsbatul Vəsiyə kitabına istinadən danışdım. Sağ olun, növbəti videolarda görüşənədək abunə olmağı unutmayın.